Açığı elə bir böyük gözlenti də yox idi, amma nə etmək olar ki, bu artıq Teymur Kərimov haqqında olan sifariş sona kimi yerinə yetirilməlidir. Bugün hüquqlarını müdafiə etdiyim Kərimov Teymurla bağlı verilmiş apellyasiya şikayətinə baxıldı. Teymur hədə qorxu ilə pul tələb etmə və məlumatların rüsvedici məlumatların yayılması maddəsi ilə ittiham olunur. İlk növbədə ondan biz vəsadət verilmişdik. İstər məhkəmə hökmü, istərsə də protokollar dəhşət dərəcədə saxtalaşdırılıb və o vəsadət verildi. Biz baxış keçirdik, lakin birinci instans məhkəməsi qeyd etdi ki, ölkə saxtalaşdırma heç nə olmayıb və bununla bağlı biz vəsadət verdik ki, həmin adliyə məhkəmə zalında qulaq assın birinci instansiyada. Təbii ki, tələb edilmədi. Teymurun əvvəl ilk gündən deyib ki, onun məhz jurnalist fəaliyyəti ilə bağlı həbs olunub. Elə onunla açıq görünən odur ki, iki dənə bir-birini tanınmayan zərər çəkən şəxslər eyni vaxtda eyni idarəyə gəlib şəhid ediblər ki, Teymur onlardan pul istəyir. Hansı ki, bu absürdür da, mümkün deyil ki, çox çətin məsələdir ki, belə bu boyda təsadüfün olması. Digər tərəfdən, istər Ali Məhkəmənin plenum qərarında, istər Konstitusiya Məhkəməsinin plenum qərarında, istər Cəzا Məcəlləsinin açıq-aydın yazılıb ki, məlumatları yayma. Və orada hökmlüsü məlumatları pozmağa görə pul istəyib. Hətta pul istəyibsə belə, pozmağa görə cinayət məsuliyyəti yoxdur. Sadəcə jurnalist fəaliyyətinə əlaqədar olaraq həbs ediblər. 8 azaddan məhrum edilmişdi, 1 il azaddılar. Belə deyək, buna da şükür. Açığı elə bir böyük gözlenti də yox idi, amma nə etmək olar ki, bu artıq Teymur Kərimov haqqında olan sifariş sona kimi yerinə yetirilməlidir. Bu aydın məsələdir. Yəni bu hüquqi qərar deyil, hüquqi proses deyil ki, burada hansı hüquqi nəticələri gözləmək olar. Ancaq siyasi iradədən asılıdır. Ümumilikdə mediaya qarşı olan baskının, ümumilikdə medianın susturmaq üçün olan baskının bir hissəsidir. Buna görə də bu məhkəmədən heç nə gözlənti heç nə deyil, nə də demək olar ki, sonraki təəssüratlar da heç bir şey deyil.